Saçınız töküləndə nələr edirsiniz? Təbii yollardan istifadə edirəm. Əsasən saç tökülməsi sinirdən yaranır. Bir də D vitamini çatışmamazlığından. Bu gicitdiken bitkisi var. Yığırsan, dəmləyirsən, bir həftə effektin görürsən. Saçım töküləndə adətən rozmarin yağından istifadə edirəm və ya rozmarin və zəncəfili qaynadıram, onun suyunu sıxıram, ondan sonra onun suyundan saçıma tətbiq edirəm sprey formasında. Belə deyə bilmərəm super kömək edir, amma ən azından saç tökülmənin qarşısını alır. Heç bir prosedur eləmirəm. Saçım tökülməyinə qarşı indiyə kimi heç bir vasitə istifadə eləməmişəm, heç gərək də görmürəm. Saçım çok dökülmediği için bir şey yapmıyorum. Bakımlarına dikkat ediyorum. O yüzden de dökülmüyor çok. Açıq heç bir mənası yoxdur. Çünki onun qarşısını almaq mümkün deyil. O, əgər irsi gəlirsə, onun nə varsa odur. Töküləndə maska eləyirəm, saç maskaları. Səbəbini araşdırıram. Məndə hal-hazırda var, yəni bu da vitamin çatışmamazlığıyla bağlıdır. Yəni çalışıram vitamin qəbul edeyim. Valla tökülür heç bir şey eləyə bilmirik hələlik. Yəni kimsə bilirsə bizə də göstərsin, tökülmənin qarşısını alaq.